Ölkəmiz tolerantlığı ilə daim seçilir. Atılan hər bir addım Azərbaycanda istənilən dinin nümayəndəsinə yer olduğunu daha da bariz göstərir. İrqi, dini ayrı seçkiliyə qarşı olmuş insanlarla şəxsi keyfiyyətlərinə görə hörmət etmişik. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Fərqliyin Rəngi festivalında çıxışı zamanı da oxşar fikirləri səsləndirib. Azərbaycandakı unikal dövlət-din münasibətləri modeli sayəsində bugün bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edir. Dini icmalar dövlətin qayğısı ilə əhatə olunur. O qeyd edib ki, Konstitusiyada təsbit olunan vicdan azadlığı və bütün dini etiqadların qanun qarşısında bərabərliyi prinsipləri tolerantlıq modelinin əsas hüquqi dayağı, xalqın əsrlər boyu formalaşdırdığı birgə yaşayış fəlsəfəsinin təsdiqidir. Ölkəmiz beynəlxalq aləmdə sülh və sabitliyin hökm sürdüyü nadir nümunələrdən biri kimi tanınır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr isə bu mühiti daha da möhkəmləndirir. Azərbaycanın multikultural dəyərlərini dünya miqyasında tanıdır. Komitə sədri əlavə edib ki, bu festivalda Azərbaycan cəmiyyətində əsrlərdir formalaşmış tolerantlıq və multikultural dəyərlərin təzahürü xalqın birgə yaşayış fəlsəfəsinin ifadəsidir. Bir müddət öncə dövlət suverenliyi gününü qeyd etdik. 3 gün sonra isə Azərbaycan tarixinin ən şanlı tarixini, Zəfər gününü qeyd edəcəyik. Tarixə qızıl hərflərlə yazılan bu qələbələr xalqımızın azadlıq, ədalət və milli birliyə sarsılmaz inamının təntənəsidir. Suverenlik və zəfər Konstitusiyamızın, dövlətçiliyimizin və birliyimizin təməl sütunlarıdır.